indi suallar başlayacaq. Nəinki mənə bütün ruhanilərə gələcək ki, xəstə olmayanların xəstəlikləri çıxacaq, səfərə getməyənlərin səfərləri çıxacaq, bəhanələr çıxacaq. Biri deyəcək ürəyim xəstədir, biri deyəcək dişim ağrıyır, biri deyəcək filan kəsin rəhmətə gedib rayona getməliyəm. Yəni belə suallar başlayacaq. Biz oruç tutanda bəzi insanlar var, əhatəmizdə də var da, bizə necə baxırlar? Üzr istəmək sözümü, yazıq kimi, bədbəxt kimi. Nə olubdur, buna bax, acdılar. Yemək yemirlər, su içmirlər, vallahi billah belə baxırlar. Allah şahid o bəzi insanlar var da, müəyyən bir dəstədir. Harada yazılıb, o səhərdən axşama oruca, ac qal, nə bilim, neynə. Allah verib da bu yeməyi, bundan istifadə edin, bizə yazıq kimi baxırlar. Amma fikirləşmirlər ki, vallahi billah eyni adamlarıq. Siz bir dənə gün orta yeyirsiniz, biz yemirik, vəssalam. İnşallah bildiyiniz kimi artıq bir neçə gündən sonra Ramazan ayı daxil olur. Belə deyək, Şaban ayının son cüməsindəyik. Mövzumuz da Allahın izni Ramazan ayı haqqında olacaq. Allah Teala müqəddəs Quran-ı Kərimdə Bəqərə surəsinin 185-ci ayəsində buyurur: İnsanlara doğru yolu göstərən və bu yolun haqqı batildən ayırt edənin açıq aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin aya oruç tutmalıdırlar. Xəstə və yaxud səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz müddəti, yəni buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönətdiyinə görə onu uca tutasınız. Bəlkə şükür edəsiniz. Çox mübarək, çox bərəkətli bir ay bizə doğru gəlir. Elə bir aydır ki, əvvəlindən sonuna kimi rəhmətdir, bərəkətdir. Elə bir aydır ki, Həzrəti Peyğəmbər buyurur, deyir və şəhrun əvvəluhu rəhmə və əvsəduhu məğfirə və əxiruhu əl-idqə minənnar. Deyir, bu ayın əvvəli rəhmətdir, ortası məğfirətdir, yəni bağışlanmaqdır. Sonu isə cəhənnəm əzabından qurtuluşdur. Belə bir mübarək ay gəlir. Peyğəmbərimiz buyurur bu ay haqqında, deyir, əgər ümmətim, bəndələrim Ramazan ayının qiymətini bilsəydilər, ilin başdan başa hər bir gününün Ramazan olmağını arzu edərdilər. Allahdan istəyirdilər ki, ya Rəbbim, kaş ki, hər bir günümüz Ramazan olaydı. O qədər bərəkətli bir aydır, amma bu məsələyə toxunaq, indi suallar başlayacaq. Nəinki mənə bütün ruhanilərə gələcək ki, xəstə olmayanların xəstəlikləri çıxacaq, səfərə getməyənlərin səfərləri çıxacaq, bəhanələr çıxacaq. Biri deyəcək ürəyim xəstədir, biri deyəcək dişim ağrıyır, biri deyəcək filan kəsin rəhmətə gedib rayona getməliyəm. Yəni belə suallar başlayacaq. Mən bir kəlmə buna cavab verim. Xəstəlik barəsində Allah Teala Quran-ı Kərimdə də ayəni oxudum sizə. Allah buyurur ki, mən xəstə insandan oruc istəmirəm. Oruc kim üçündür? Sağlam üçün. Baxın, mən hər il deyirəm bunu, yaddaş üçün təzəlliyək. Namaz belə deyildi. Allah deyir, xəstəsən namazı qılmalısan. Oturan halda, uzanan halda, işarə ilə olsa belə. Bu namaz qılınmalıdır. Amma orucda görürsünüz tamam fərqlidir. Deyir, xəstəsən, tuta bilmirsən. Tutduğun orucun sənə zərəri var, tutma. Allah deyir, istəmirəm mən səndən. Nə vaxt tutarsan, nə vaxt sağalarsan onda. İndi o ki deyirlər, xəstəyəm, hərə özü üçün qərar verə bilər. Ki, xəstəsən, bax ki, o xəstəliyin, sən oruç tutsan, sənə zərəri yetirəcəksə tutma. Allaha lazım deyil elə oruç. Hətta Allah istəmir belə, elə halda oruç tutmağı. Səfər də bunun kimi. Gəlirlər uzaq bir qohum, qonşunun nə bilim nəyi, mən getməliyəm səfərə. Buna görə oruc açmazlar, vallahi billah. Sən digər aylarda heç onu yada salmırdın. Ramazan ayının orucundan qaçmaq üçün baxırsan səfərlər eləyirlər. Haram deyil, icazəlidir. Heç bir problemi yoxdur. Amma Həzrət Peyğəmbər gördün nədir? İndi
Sizə Şabaniyə xütbəsini oxuyacağım. Həzrət Peyğəmbər gördünüz də deyir, bəndə bir dənə dərk eləsəydi ki, Ramazan ayı necə mübarək bir aydır. İlin başdan başa Ramazan olmağını arzulayardı. Allahdan istəyərdi. Baxın, Həzrət Peyğəmbər buyurur, deyir, Ramazan ayının hilalı görünəndə, ayın bərəkətinə bax, cəhənnəmin qapıları bağlanır. Cənnətin qapıları açılır. Və buyurur ki, şeytanlar zəncirlənir. Bir dənə bu hədis haqqında fikirləş. Gör bizə doğru hansı ay gəlir. Elə bir mübarək ay gəlir ki, gecəsi ayrı bir bərəkətdir. Gündüzü ayrı bir bərəkətdir. Sübh vaxtı ayrı bir bərəkətdir. Saatı, dəqiqəsi, saniyəsi ayrı bir bərəkətdir. Bu ayı dərk eləyəndə vallahi billahi elə Ramazan ayını dərk eləsən bir balaca. İnsanın üzündə bir xoş təbəssüm yaranır ki, necə mübarək bir ay gəlir. Necə bərəkətli bir ay gəlir. Elə burada olanların çoxumuz oruç tutanıq da, Ramazan ayı daxil olanda elə ilk anından o bərəkəti hiss eləyirsən. O rəhməti hiss eləyirsən. O gözəlliyi hiss eləyirsən. Ona görə çalışaq vacibdən vacib olmadıqsa səfər eləməyək. Çox vacibdir deyək. Allah bunu da qoydu. Günortadan sonra get gəl. Amma orucu açma. Xəstəsən, Allah var Rəcəb Şabanı qoymuşdu da, orada özünü müalicə elə də. Allahın qonaqlığı aydı axı. Rəcəb Şaban Ramazana hazırlıqdır. İndi burada da bir 5-6 gün qalıb elə. Bir özünü müalicə elə, düzəlt. Görsən, mənim bir tanışım var, hər Ramazan ayında, vallahi bila, təzyiqi yox da, Ramazan ayında təzyiq yada düşür. Deyir, mən hər gün dərman içməliyəm. Elə bilir ki, Allahı Allahdır, da bilmir özünü Allahdır. Vallahi bilə-bilə deyirəm, mənim xütbələrimə baxır, qoy eşitsin oradan. Hər il Ramazan ayında, belə bərəkətli bir ayda. Ona istəyər mənim əzizlərimsin, çalışaq səfəri qoyaq qırağa. Bir xəstəlik filan, dərmanı səhər et, orada 10 saat deyib, bu il az deyir, 10-11 saatdır nədir? Qısa bir müddətdir də, biz yayı keçirmiş adamları. Bu nədir ki, qış? Çalışaq o dərman vaxtında elə tənzimləyək ki, elə səhər heç birinin də axşam heç də qutarsın da. Bir dənə gün ortanı içmə, heç nə olmaz inşallah. Hədis buyurur ki, deyir, Ramazan ayında oruç tutan şəxs Allaha olan öz sevgisini göstərir. Allaha necə aşiq da, öz eşqini Allaha göstərir oruç tutmağına. Çünki bax, fikir verin, o müəyyən vaxtlar var ha, Allahın halallarından belə insan Allaha görə keçir. Yemək halal, içmək halal, su halal, nə qədər halallar var. Allaha deyir ki, mənim bu maddi, mənəvi nemətlərə ehtiyacım yoxdur. Mənim ehtiyacım sənədir. Və sən buyurubsan ki, bu müəyyən vaxt ərzində bunlardan keç mənə görə, ya Rəbbim, baş üstə, mən eləmərəm. Mən sənə xatir, sənin halallarından bu ayda keçirəm. Amma, indi baxaq, vaxtı gəlir. Bu gün elə bir xütbə deyil, əslində bir dərdləşməkdir. Biz oruç tutanda bəzi insanlar var, əhatəmizdə də var da, bizə necə baxırlar? Üzr istəmək sözümü, yazıq kimi, bədbəxt kimi. Nə olubdur, buna bax, acdılar. Yemək yemirlər, su içmirlər, vallahi billah belə baxırlar. Allah şahid, o bəzi insanlar var da, müəyyən bir dəstədir. Əşə, harada yazılıb, o səhərdən axşama oruca, ac qal, nə bilim, neynə. Allah verib də bu yeməyi, bundan istifadə edin, bizə yazıq kimi baxırlar. Amma fikirləşmirlər ki, vallahi billah eyni adamlarıq. Siz bir dənə günorta yeyirsiniz, biz yemirik, vəssalam. Siz o günorta bir iki istəyən çay içəcəksiniz, biz içmirik. Başqa bir fərqi yoxdur onun. Ramazan ayında nə buyurdu? Deyir ki, səmadan rəhmət yağır. Ramazan ayı daxil olanda 30 gün ərzində səmadan rəhmət yağır. Üzr istəyirəm sözümə, bu bədbəxt çöldə yiyib içir. Allahın rəhməti yağır. O rəhmətdən istifadə eləmək əvəzinə bizə bədbəxt deyir. Amma bədbəxt özü ki, yiyib içir. Bu ayın hörmətini saxlamır. Bu ayın ehtiramını saxlamır. Bu ayın vacibatı orucla onu yerinə yetirmir. Görün, necə bərəkətli bir aydır da. Həzrəti Peyğəmbər buyurur da, Ramazan ayında yatmağın özü belə savabdır. Deyirsən ki, yatacaqsan, yatdığın o müddət başdan başa xalis ibadət eləyən savabını yazır Allah sənə. Bir dənə ay göstərin ki, belə bir savab var. Yatıram, istirahat eləyirəm. Allah
o yatdığın müddəti xalis ibadət elə, yəni ixlasla ibadət var ha, o ibadətin savabını yazır Allah mənə. Hər saniyəsinə, hər dəqiqəsinə o savabı yazır. Görün necə bərəkətli bir aydır. İndi istəyirəm sizə Şabaniyyə xütbəsini danışım. Şabaniyyə xütbəsi birisi bu Ramazan ayının bərəkətini başdan başa bizə danışır Həzrəti Peyğəmbər. Sadəcə mən qısa danışacağım, uzun bir dənə xütbədir. Həzrəti Peyğəmbər buyurur ki, ey cəmaət, həqiqətən Allahın ayı öz rəhmət, bərəkət və məğfirəti ilə sizə tərəf gəlir. Belə ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən gözəli, saatların, dəqiqələrin ən dəyərlisi sizə tərəf gəlir. Bu ayda hamınız Allahın qonaqlığına dəvət almışsınız. Baxın, nə gözəl sözdür. Bu xütbənin özünün hər bir kəlməsi xütbədir. Allah qonaqlığına dəvət almışsınız. Allah bir dənə süfrəni sərib, deyir, ey mənim bəndələrim, ey ümmətim, gəlin əyləşin o süfrədə. Necə ki, bir yaxın dostumuz, əzizimiz, ailəmizdə bizə dəyərli olan biri bir süfrə açır, səni qonaq çağırır. Ən gözəl paltarları geyinirik, ən gözəl şəkildə hazırlaşırıq, hə? İndi təsəvvür elə, bu aləmləri yaradan Allah qonaqlıq verir sənə. Süfrə açıb səni dəvət edir, gəl. Bu ayda sizin aldığınız nəfəs Allahı zikr edir. Hər aldığın nəfəs. Yuxuların isə ibadətdir. Nə qədər yatarsan, Allah sənə ibadətin savabını yazar. Bu ayda nə qədər yaxşı əməllər eləsəz, hamısı qəbul olar. Nə qədər dualarınız ki var, bu ayda eləyin, Allah o duaların hamısını qəbul eləyər. Belə isə Allahdan deyir, saf niyyətlə bu ayda oruç tutun. Deyir, Allah dərgahında bu əzəmətli ayda ən təsirli söz budur. Allah dərgahında bu əzəmətli ayda bağışlanmayan bir kimsə bədbəxtdir. Ən böyük fürsət aydır da. Da deyir ki, bu ayda da özünü bağışlada bilməsən, Həzrət Peyğəmbər da bədbəxt insansan da. İndi Qədr gecələri gələcək, o vaxtlarda danışacaq. Deyir, bu ayda, ey ümmət, ac və susuz qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın. Fəqir və yoxsulların halını xatırlayın. Bu ayda. Ki siz bir 30 gün ac və susuz qalırsınız müəyyən bir vaxtı. Elə fəqirlər var ki, görürsən, günlərlə acdılar, günlərlə susuzdular. Adicə biz israfdan danışanlar dedik, quru bir çörəyə belə ehtiyacları var. Ona görə bu müəyyən müddəti ki, ac qalır, onların halını xatırlayın. Xatırladım, neyini? Get fəqirə kömək elə. Onun aclığını, susuzluğunu aradan qaldır. Böyüklərinizə deyir, ehtiram göstərin. Balaca uşaqlarınıza qayğı göstərin. Onlarla mehriban davranın. Həzrət Peyğəmbər buyurur, gedin qohum, qardaşın halını soruşun, onları ziyarət eləyin. Dilinizi günahlardan bu ayda qoruyun. Bu ay dərs ayıdır. Bu ayda deyir, yalandan, qeybətdən, böhtandan, şər atmaqdan, paxıllıqdan, həsəddən uzaqlaşın. Uzaqlaşın ki, digər aylarda da bunu qoruya biləsiniz. Nəzərə salınması haram olan şeylər, naməhrəm, baxmayın. Özünüzü düzəldin. Eşidilməsi haram olan şeylərə qulaq asmayın. Bizim ən mənfi cəhətimizdir, sevirik qeybətə qulaq asmağı, ləzzət alırıq. Nə işimiz olur, atırıq qırağa ki, birinin qeybətini eləsin, adamı bir ləzzət gəlir, elə bir. Oturaq qulaq asaq, hələ bir görürsən, söz kəsilimi qutarmaq istəyir, bir dənə də sən açırsan ki, davam elə. Hələ filan kəs də var. Deyir, bu ayda bundan uzaqlaşın, da qutarın bu işlərlə. Yetimlərə xüsusi tapşırır Həzrət Peyğəmbər. Yetimlərə mehriban davranın. Onların halı ilə maraqlanın ki, sizdən sonra da sizin yetimlərinizə mehriban davransınlar. Onların qayğısına qalsınlar. Nə qədər deyir, günahlar eləyibsiz, etdiyiniz günahlara görə bu ayda tövbə edin.
Allahdan bağışlanma istəyin. Allaha tərəf qayıdın. Namaz vaxtlarında dua eləyəndə Həzrəti Peyğəmbər buyurur, əllərinizi səmaya qaldırın. Bu vaxtlar dua etmək üçün çox yaxşı bir vaxtdır. Deyir Allah Ramazan ayında öz bəndələrinə lütf eləyəcək. Onlar Allahdan nə istəsə, Allah deyir dərhal onların dualarını qəbul eləyəcək. Onların istək və çağırışlarını eşidəcək. Onlara cavab verəcək. Sonra buyurur Həzrəti Peyğəmbər, ey cəmaət, sizin nəfsiniz etdiyiniz əməllərin əsiridir. Tövbə edib, bağışlanma diləməklə onu özünüzdən azad edin. Bax, deyir ki, Həzrəti Peyğəmbər, deyir, çiyinləriniz günahla doludur. Bir yük kimi yığılıb sizin çiyinlərinizə, belinizi bükür. Deyir, o yük kimi yığılan günahlar ki var, çiyinlərinizə, deyir, səcdə eləməklə ondan azad olun bu ayda. Allaha çoxlu səcdə eləyin ki, o günahlar sizin çiyninizdən götürülsün. Bilin və agah olun. Allah-u Teala öz izzət və cəlalına and içir. Deyir, o bəndələrim ki, Ramazan ayında namaz qılıb, səcdə eləyəcəklər, mən o bəndələrimə əzab vermərəm. Həzrəti Peyğəmbərin xütbəsidir. İzzət və cəlalına and içibdir. Bu ayda namaz qılıb, səcdə eləyəcək, Allah deyir, o bəndəmə əzab vermərəm, yenə bundan qutarmır. Cəhənnəm odunu, cəhənnəmi deyir, o bəndəmə haram eləyərəm. Qoymar o bəndəm geyib girsin cəhənnəmə. Ey cəmaət, sizin hər hansı biriniz bu ayda oruç tutan bir şəxsə iftar versə, sanki bir qulu azad etmişdir. Sonra buyurur. Və onun keçmiş günahları bağışlanacaq. Allah onun keçmiş günahlarını bağışlayacaq. Bəzilər orada qalxırlar xütbədə, Peyğəmbərə deyirlər. Bizdə də var ya belə insanlar. Deyirlər ki, ya Peyğəmbər, bizim imkanımız yoxdur kömək eləməyə. Bizim imkanımız yoxdur birinə iftar verməyə. Bizim özümüz o iftara ehtiyac var. Həzrəti Peyğəmbər görür nə deyir? Deyir, qorxun Allahdan. Qorxun Allahdan. Əgər bir xurma parası və yaxud da bir içim su ilə də olsa, oruç tutan şəxsə iftar verin. Yoxdur heç nəyim. Gücüm çatmır. Varımız da, hamımız da elə bilərik. Deyirik də, yoxdur imkanım. Deyir, bir içim su. Bir stəkan sudur da. Biri oruç tutub, apar verdiğinə xahiş edirəm sənə, ona xidmət elə. Deyirəm, bu su ilə iftarı bat. Səndən xahiş edirəm. Bir xurma götür əlində. Apar verdiğinə xahiş edirəm. Bu xurma ilə iftarı bat. Sanki bir qulu azad elədim. Cəhənnəm əzabından qurtuluş sənindir. Görün, Allah nə qədər bərəkət qoyub bu ayda. Hələ qutarmır saydıqca. Sonra Həzrəti Peyğəmbər buyurur. Deyir, ey cəmaət, bu ayda öz əxlaqınızı gözəlləşdirin. Qiyamət günü ən çətin an. Bütün ayaqlar titrəyəcək o sirat körpüsündən keçmək üçün. Deyir, kim ki bu ayda əxlaqını gözəlləşdirsə, Allah Teala həmən bəndəsini sirat körpüsünə asanlıqla keçirəcək. O sirat körpüsü yenə təkrarlayıram. Ayaqlar titrəyəcək orada. Amma kim ki bu ayda əxlaqını gözəlləşdirər, tam rahat bir şəkildə, arxayınlıqla o sirat körpüsünü keçəcək. Sonra buyurur. Deyir, bu ayda pis işlərdən əl çəkən şəxsi Allah Teala qiyamətin günündə öz qəzəbindən saxlayacaq. Bu ayda yetimlərə qayğı göstərib əzizləyənləri Allah qiyamətin günündə əzizləyəcək. Deyir, kimlər ki, bu ayda qohum qardaşı ilə sıx əlaqə saxlasa, Allah qiyamətin günündə həmən bəndəsini rəhməti ilə yada salacaq. Və deyir, kimlər ki, öz yaxınları ilə, qohum əqrabaları ilə ünsiyyətini kəssə, onlara qəzəblənsə, Allah qiyamətin günündə həmən bəndəsi ilə qəzəblə davranacaq. Öz qəzəbi ilə davranacaq. Buyurur, Allah bu ayda müstəhəb, yəni bəyənilmiş namaz qılan şəxsi cəhənnəm odundan qoruyacaq və buyurur, bu ayda vacib bir əməli yerinə yetirən şəxs sanki başqa aylarda 70 vacib əməli yerinə yetiribdir. Sonra buyurur, Həzrəti Peyğəmbər deyir, Allah Teala bu ayda mənə çox salavat göndərən şəxsin əməl tərəzisini qiyamət günü savabla ağır edəcək. Bu ayda
Quran-ı Kərimdən bir ayə oxuyan şəxs sanki başqa aylarda bir Quranı xətm eləmişdir. Bir dənə ayə. Qul huvallahu əhəd. Bir dənə Quran xətm oldu. Ən balacası. Vəl-əsr. Və bir kəlmədir. Bir dənə bunu dedin, Quran oxumaq niyyəti ilə. Bir Quranın xətminin savabını Allah sənə verir. Və sadə əlif, lam, mim. 3 dənə hərf deyirsən. Bir dənə Quranın xətminin savabını Allah sənə verir. Görün, nə bərəkətli aydır. Bu yenə sual verirəm. Hansı ayda var bu bərəkət? Bir dənə ayə oxuyursan da. Bir dənə ayə oxuyursan, bir Quranın xətminin savabını Allah sənə verir. Sonra buyurur. Ey cəmaət, bu ayda cənnətin qapıları açıqdır və Allahdan istəyin ki, o cənnətin qapıları sizin üzvünüzə bağlanmasın. Bu ayda cəhənnəmin qapıları bağlıdır. Bu ayda Allahdan istəyin ki, cəhənnəmin qapıları sizin üzvünüzə açılmasın. Və buyurur, bu ayda şeytan zəncirlənib, məhbusdur. Allahdan istəyin ki, bir daha o sizə hakim olmasın.